gəlir radiyallahu anhuma. Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurub ki, sizdən biriniz iman gətirmiş olmaz, hətta qədərin xeyrinə və şərinə iman gətirmədikcə, hətta onun bilməsi ki, onun üçün nə yazılıbsa ondan yan kəsə bilməz və yazılmayan şey də onun başına gələ bilməz. Və bu qədərə imandır. Həmsə Əli radiyallahu anh buyurur ki, sizdən birinizin imanı qəlbində xalis, təmiz olmaz, hətta qədər məsələsində yəqin olmadıqca. Və o bilməlidir ki, onun üçün yazılan bir şey ondan yan kəsə bilməz, yazılmayan bir şey isə onun başına gələ bilməz. Və insan belə qədərə iman gətirir. Və qədərə iman gətirmək imanın əsaslarındandır və imanın rükunlarındandır. Və həqiqətən də insan, ümumiyyətlə, Allah subhanahu wa ta'ala insanı yaradıb ki, insan Allaha iman gətirsin və imanı gerçəkləşdirsin. Və imanı gerçəkləşdirmək də özündə 6 şeyi tələb edir. Allaha iman, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, qədərin xeyrinə və şərinə imandır. Necə ki, bunu özündə cəm edən məşhur Cəbrail hədisidir, bilirsiniz. Cəbrail aleyhisselam Peyğəmbər sallallahu aleyhi ve sellemdən iman barəsində soruşur və deyir ki, mənə iman barəsində xəbər ver. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, iman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və bir də qədərin xeyrinə və şərinə imandır. Deməli, qədərə iman, imanın rükunlarından sayılır. Və dedi ki, insan bu dünyaya gəlib ki, iman gətirsin və imanın insana tələb etdiyi şeylər var. Onlardan bir də qədər məsələsidir. Bu qədər məsələsinə dəlillər də Quran-ı Kərimdə, hədislərdə çoxdur. Quran-ı Kərimdə gələn dəlillərdə qədər məsələsi barəsində Yüce Allah Subhanahu wa ta'ala Əhzab surəsi 38-də buyurur ki, وَكَانَ أَمْرُ اللّٰهِ قَدَرًا مَقْدُورًا Allahın əmri əzəli bir hökümdür. Və başqa ayət-i kərimədə Qəmər surəsində 49-cu ayədə Allah Subhanahu wa ta'ala buyurur ki, İnnə kullə şeyin xalaqnahu bi qədər. Biz hər bir şeyi öz ölçüsünə, öz qədərinə yaratdıq. Və başqa ayət-i kərimədə Əla surəsi 3-cü ayədə Allah Subhanahu wa ta'ala buyurur ki, وَالَّذِي قَدَّرَ فَهَدَى O Rəbbin ki, hər şey əzəldən müəyyən etdi və həmçində hamıya düzgün və doğru yolu göstərdi.